Azərbaycanda siqaretlər bahalaşdı və yeni qiymətlərlə təbii ki, siqaretaların istifadə edən ən çox marketlərdən onlar artıq bunu müşahidə edəcəklər və şahidi olacaqlar ki, siqaret bahalaşıb ya yox. Və siqaretlər təbii ki, müşahidə olunur artıq. İndi gərək bunu kişilərdən soruşaq da, siqaret çəkən kişilərdən ki, bu müşahidəni hiss etmişsiniz, müşahidə etmişsiniz, bu artımı hiss etmişsiniz ya yox. Təbii ki, qlobal infoya nöqtəza istinad edirəm. Rəsmi açıqlama verməsə də marketlərdə əldə edilən məlumata əsasən siqaretlərin qiymətində 30-50 qəpik arası bahalaşma qeydə alınıb. Və qeyd olunub ki, qiymət artımı hələlik bəzi marketlərdə tətbiq edilir. Bahalaşmanın səbəbləri ilə bağlı təbii ki, məlumatlar yoxdur. Çox maraqlıdır ki, bu siqaretin qiymətlərini kimlər belə artırır? İldə bir neçə dəfə. Çox maraqlıdır.